Salam, xoş gördük. Yenə mən jurnalist Vilayət Muxtar. Çox maraqlı bir məlumat var. Deməli, Tural Abbaslı partiya sədri Tural Abbaslı və Pəna Hüseyn sabiq baş nazir Pəna Hüseynin maliyyələri kəsilib, dövlət tərəfindən verilən maliyyələri kəsilib. Söhbət nədən gedir? Deməli, Tural Abbaslı'nın sədri olduğu Ağ Partiya və Azərbaycan Xalq Partiyası Pəna Hüseynin sədri olduğu partiyanın hesabatlarında, yəni dövlətə, Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi 1 aprel'ə qədər olan hesabatlarda problem yaranıb və problemlərdə görə onların maliyyə hesabatlarında maliyyələri kəsilib. Yəni, məlumatla bağlı özləri əslində açıqlama veriblər Qaynar Info saytına. Azərbaycan Xalq Partiyasının rəhbəri Pəna Hüseyn bu səbəbini təqdim edilən maliyyə hesabatında müəyyən uyğunsuzluqların olması ilə əsaslandırıb. Statı da belədir. Biz onsuz da həmişə maliyyəsiz olmuşuq. 3-5 ay maliyyə almaqla bir şey dəyişməyib. Ayda hardasa bir neçə 100 manatdan söhbət gedir. Sözün düzü, onun da baş ağrısı faydasından daha çoxdur deyə Pəna Hüseyn açıqlamasında bildirib. Ağ Partiyadan isə bildiriblər ki, uyğunlaşma ilə bağlı bütün partiyalarda problem yaranıb, gələn yenidən qanuna uyğun bütün prosedurları düzgün yerinə yetirməliyik, təqdimatda düzgün verməliyik ki, maliyyə bərpa olunsun. Bu da Ağ Partiyanın rəsmi mövqeyidir. Qeyd edək ki, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının birindən gec olmayaraq Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir. Mərkəzi Seçki Komissiyasının aprelin 1-də yaydığı məlumata əsasən dövlət qeydiyyatında olan 26 partiyadan 25'i 2024-cü il üzrə maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim edib. Hesabat təqdim etməyən partiya isə Azərbaycan Xalq Cəbhəsi partiyasıdır. Bir əlavə də eləyim, söhbət partiyalara ayrılan maliyyə nədən ibarətdir? Yeni siyasi partiyalar haqqında qanuna görə seçkidə iştirak edən hər bir partiyaya illik müəyyən məbləğdə, yəni minimal bir məbləğdə, amma illik onlara maliyyə yardımı olunur. Yəni burada söhbət həmin o maliyyə yardımından gedir ki, onun da hər il aprelin 1-nə qədər hesabatını Mərkəzi Seçki Komissiyasına partiyalara təqdim etmək məcburiyyətindədir. Kanala abunə olun, siz də fikirlərinizi rəy bölməsində yazın. Sağ olun.